Hamıya salam. Bugün 29 iyun birinci qrup üçün OTK-nın keçirdiyi sualların həllinə baxacağıq. Öncə sizə xatırladım ki, əziz uşaqlar, əziz abituriyentlər, siz də hazırlığa qoşulmaq istəyirsinizsə 051 349 20 49 nömrəsinə WhatsApp-dan yazın. Yay tətilini yararlı dəyərləndirin. Yay tətilində iyul ayında dərslərimiz başlayacaq. Keçək suallarımıza. 61-ci sualda deyir ki, glisin əmələ gətirdiyi tetrapeptidin nisbi molekul kütləsini müəyyən edin. Bizdə glisin götürsək, tetrapeptid əmələ gəlməsi üçün 4 mol götürür. 4 glisin alınır buradan tetrapeptid və götürülən turşunun sayından bir qədər az, yəni 1 mol az su. 4 mol reaksiya girib 3 mol da su ayrılmış olur. Onda deməli bu tetrapeptidin kütləsi olacaq 4 vurulsun 75 çıxaq 3 vurulsun demək 18. Bu da eləyir demək 1 dəqiqə 246. Doğru cavabımız Y variantı olacaq. Keçək növbəti suala. Baş oksidinin formulu XO3 olan elementin hidrogenli birləşməsinin formulunu müəyyən edin. Demək, XO3. X-i bilmirik, X yazırıq. Oksigen bilirik ki, valenti 2-dir. İndi hər birinin indeksinə vurub toplayıb 0-a bərabər edəcək. Yəni 1x plus 3 vurulsun 2 bərabərdir 0. Buradan da x-i tapırıq ki, demək 6-ya bərabərdir. Deməli, bu 6 valentlidir. Həmçinin, deməli, 6-cı qrupda yerləşir. Bu o deməkdir. Demək, 6-cı qrupda yerləşirsə, uşaqlar, bunun elektron formu olacaq NS2, NP4. Hidrogenlə birləşəndə element ümumiyyətlə özündən, dövri sistemdə, özündən sola doğru sürüşəndə minimum valentlik göstərir. Sağa doğru sürüşəndə maksimum valentlik. Yəni, sürüşəndə o deməkdir ki, həmin soldakı elementlə birləşmə əmələ gətirəndə. Yəni, hidrogenlə birləşmə əmələ gətirəndə minimum valentliklə birləşəcək. 6-cı qrup minimum nə qədər göstərir? 2. Yəni, X deməli, H2X bu formada göstərə bilərik. Bu da olacaq C bəndi. 63-cü suala keçək. Tam reaksiyaya daxil olan maddələr oksidləşdirici və reduksiya edicini veribdir. Nə istəyir bizdən? X hesablayın. Aha. Yazaq NH3. Üzərinə gəlsin oksigen. Aldım. NO və su. Mənfi 3. Müsbət 2. 0. Mənfi 2. Yazaq. Mənfi 3-dən müsbət 2 azot keçib, minus 5 elektron. Oksigen də 0-dan oksigen keçib, mənfi 2-yə, minus 2 elektron. Amma oksigenin bəst maddə olduğu üçün indeksində nəzərə alırıq, vururuq 2-yə. Deməli, yerlərini dəyişsək, azota 4, oksigenə də 5 düşmüş olar. Deməli, biz indeksi hardan götürmüşüksə, əmsalı aparıb ora yazırıq. Ona görə 5-i yazaq oksigenin qarşısına solda, azota da 4 yazsaq, sağda da 4 və suya nə qədər düşür? 6. Bir də baxaq, X-i hesablayın, yəni reduksiya edicini. Reduksiya edici də NH3-dür. Yazırıq ki, deməli, 4 mol reduksiya edici olanda 5 mol da oksidləşdiricidir. X-a da 15. X-da tapmış oluruq ki, deməli 3 dəfə bu bundan çoxdur, 12. Doğru cavabımız olacaq A bəndi. Gəlirik növbəti sualımıza. Deməli 64-cü sualda hansı reaksiyadan karbon deməli 4 oksid alınır? Birinci reaksiya metanın konversiyasıdır. Burada CO və hidrogen alınır. Sonra ikinci reaksiya deməli metanolun oksidləşməsidir. Buradan
formaldehid alacağıq. HCOH. Sonra C bəndindəki amonium karbonatın parçalamasından alıram NH3, karbon qazı və su. Elə doğru cavabımız bu olacaq, amma o biri variantlara da baxaq görək. Deməli, CH3OH da buradan alınacaq. Deməli, bu da qarışqa turşusunun daha doğrusu CO və suyun alınması reaksiyasıdır. Doğru cavabımız oldu C. Hansı reaksiya gedir? Deməli, əsası oksid qələvi. Bu reaksiya getməz. Sonra B-də karbon dioksid, yəni 4 valentlidir. Bundan artıq oksigenlə birləşən deyil. Oksigendə yanmayan qazdır. Sonra əsasi oksid və turşu. Bax, bu reaksiya gedəcək. Kalsium sulfat alacağıq buradan. Kalsium sulfat və su. Sonra alüminium oksid su ilə adi şəraitdə reaksiyaya girmir. Burada şərait göstərilsəydi, deməli, olardı. Bu da ki, qumdur. Qum da su ilə reaksiyaya girməyəcək. Keçirik növbəti sualımıza. Nə deyir? Kalium ionunu verib, protonun sayı X, elektron sayı Y hesablayın. Hə. Deməli, kalium müsbət 19. Proton sayı onsuz da veribdir. P bərabərdir 19. Sol tərəfdə indeksdə yazılır. Elektron sayda protondan çıxırıq yükü alırıq. Yəni, düstur necə idi? Elektron bərabərdir. P çıxılsın N. N də burada yükümüzdür. Burada da protonun yerinə 19, yükün yerinə də minus müsbət 1 yazsaq, bərabərdir. 19-dan çıxırıq 1-i 18. 19-18 olan cavabı axtaraq. Bax, B bəndi. Gəlirəm 67-ci suala. NH3-də NH3 daha doğrusu hansı maddələrlə reaksiyaya daxil olur? Deməli, NH3-ümüz bilirik ki, amoniak, yəni əsası xassəlidir. Turşu oksidi və turşularla reaksiya girə bilər. Yəni, karbon qazı və nitrat turşusu ilə reaksiya girəcək. Özü əsas xəssəli olduğu üçün qələvi ilə reaksiya girmir. 1 və 3 D bəndi doğru cavabımız olacaq. 68-də deyir ki, mis 2 xlorid duzunun tərkibində kation məhlulda hansı maddə ilə təyin olunur? Yəni, kationumuz burada misdir, anionumuz xlordur. İndi misin çöküntü verdiyi ionlar, anionlar hansıdır? Hidroksid ionundan, deməli, mavi rəngli çöküntü əmələ gətirir, göy rəngli daha doğrusu. Bu da OH hidroksid qrupu saxlayan, bax, kalium OH-dır. Doğru cavabımız olacaq Y. Hansı ifadələr CO2 üçün doğrudur? Baxaq görək nə deyir. Qələvi məhlulu ilə reaksiyaya daxil olur. Turşu oksidi təbii ki, qələvi ilə reaksiya girəcək. Məsələn, üzərinə kalium OH gəlsək, yəni buradan kalium hidrokarbonat və karbonat ala bilərik şəraitə görə. Bu doğrudur. Zəhərli qazdır. Karbon qazı zəhərli deyil. Karbamid istehsalında istifadə olunur. Karbamidin alınması CO2 və NH3. Bəli, buradan CO, NH2, 2 dəfə və su. Bu karbamidin alınması reaksiyasıdır. Yanır, yanmır. Karbon qazı yanmır. Bundan artıq oksigenlə reaksiya girə bilməz. Deməli, doğru ifadələr 1 və 3. Deməli, A bəndi doğru cavabımız olacaq. Keçək növbətiyə. 70. 70 bu tərəfdə. Propan üçün doğrudur. Yəni, propanımız C3H8. İzomeri var. Propan izomerini, deməli, izomerlik butandan başlayır. Propan izomeri, yəni biz bunu nə formada yazaq ki, bunun izomeri olsun da. Propan izomeri yoxdur. Minus. 1 mol 22,4 litr həcm tutur. Qaz olduğu üçün doğrudur. Molekulunda ikili karbon atomu var. Baxın, ortada duran karbon ikili karbon atomudur. Bu da doğrudur. 2 və 3 olacaq. Deməli, C bəndi. 71-də hansı maddələr cütü arasında məhlulda
Reaksiya axıra qədər gedər. Reaksiyanın axıra qədər getməsi üçün ya oradan qaz alınmalıdır, ya çöküntü alınmalıdır, ya rəng dəyişməsi olmalıdır, istilik, enerji ayrılmalıdır, udulmalıdır. Baxırıq. Yəni reaksiyanın getməyini bir əlamətlə biz seyr eləməliyik, bilməliyik. İndi baxıram. Mis 2 sulfat barium hidroksid. Baxın buradan mis 2 hidroksid və barium sulfat hər ikisi çöküntüdür. Bu reaksiyamız gedər. Natrium karbonat və sulfat turşusu. Buradan alacağım natrium sulfat, natrium 2SO4 və H2CO3 alacağım, H2CO3. Bu da davamsızı tez parçalanır suya və karbon qazına. Gördük, zəif dissosiasiya eləyən maddə su və karbon qazının alınması reaksiyanın getdiyini göstərir. Bunu da götürürəm. Mis 2 nitrat və kalium xlorid. Burada reaksiyamızda alınan maddələrin ikisi də suda yaxşı həll olduğu üçün mis 2 xlorid və kalium nitrat. Bunlar yəni nə çöküntü var, nə qaz var. Zəif dissosiasiya ilə maddədə olmadığı üçün reaksiya axıra qədər getmir. Dəmir 2 sulfat və H-xlor. Burada da həmçinin 3-cü reaksiyada olduğu kimi suda yaxşı həll olan maddələr dəmir 2 xlorid və sulfat turşusu alınır. Bu da götürmürük. 1 və 2-ni götürəcəyik. Doğru cavabımız A olacaq. 72-də deyir ki, hansı reaksiya getmir? Demək. Elə bir dəqiqə. Aha, alkandır. Alkanlar hidrohalogenidlə reaksiyaya getmir. Bu reaksiya getməyəcək. Yəni halogen özü ilə gedər, H-xlorla getməz. Baxın, B bəndi bu reaksiya gedir. Sonra C bəndində metanın konversiyasıdır. D bəndi sonra deməli nitrobenzolun alınmasıdır. Y bəndində də polimerləşmə reaksiyasıdır. CH2, CH2 deməli benzol həlqəsi. Bu da polisterolun alınmasıdır. Yaxşı, keçək. Deməli, doğru cavabımız nə oldu? A bəndi. Getmə reaksiyamız. Keçək növbətiyə. Ali karbon turşusunun adını müəyyən edin. Ali karbon turşusu, yəni karbon atomlarının sayı çox olan. Baxın, formiat ilk nümayəndəsi qarışqa turşusudur. Karbol turşusu ümumiyyətlə turşu deyil, fenolun adıdır bu. C6H5OH. Sonra yağ turşusu tərkibində 4 karbon saxlayan turşudur. C3H7COH. Asetat turşusu CH3 COOH. Görürük ki, karbon sayı azdır. Stearinə baxaq. C17H35 COOH. Görürük ki, ali karbon turşusu, yəni yüksək çoxlu sayda karbon atomu saxlayan turşumuz odur. 74-də baxaq. 1 mol dəmir 3 hidroksid və nə qədərsə xlorid turşusu, alınan duzun nisbi molekul kütləsi. İndi baxaq, ferium OH3 üzərinə gəlsin H-xlor. Buradan alıram. Demək, mən buradan mümkün duzları nə ala bilərəm? Hə, bütün variantları yoxlayaq. Ferium xlor 3. Sonra ala bilərəm ferium OH2 xlor. Ala bilərəm ferium deməli OH xlor 2. Bu formada duzları ala bilərəm. İndi emirlərini də qeyd edeyim kənarlarındakı, bilək hansına uyğundur. Demək, bu biri duz 56, 34 və 35,5. Bu bizə verir 125,5'i. Digəri verəcək 56, 17 və 71, 144.
Hə, elə bu da onda. O birini hesablamağa heç ehtiyac yoxdur. Baxın, deməli burada bu reaksiyadan alınan duzumuz 1 mol dəmir hidroksid götürüləndə elə dəmir hidroksodixloriddir. 144 qram. İndi nə istəyir? X hesablayın. Yəni reaksiyaya girən xlorun miqdarını. Bax 2 mol xlordur duzun tərkibində. Deməli 2 mol da xlorid turşusu götürülmüşdür ki, bu duzu almışıq, əsasi duzumuzu. Yəni cavabımız olacaq D. Gələk növbəti suala. Karbon reaksiya təniyinə əsasən 48 qram karbon yanan zaman neçə kilojol istilik ayrılır? Baxırıq. 12 qram karbon yananda 400 kilojol istilik ayrılır. 48 qrama da X. 48 qram yəni 4 mol deməkdir. 4 dəfə artı olacaq. O da eləyir 1600. B bəndi. 76-ya baxaq. Eyni mol miqdarda götürülmüş azot və hidrogen arasında baş verən reaksiya zamanı maddələrdən biri tam sərf olunur və 4 mol NH yaranır. Aha, yazaq bunu. Azot 3 mol hidrogen aldım. 2 mol NH3. Demək, BST qeyd edirəm. BST deyir ki, tarazlıqda 4 mol NH3 var. İndi bu tərsinə biz irəliyirik. 4 mol NH3 almaq üçün nə qədər hidrogen və azot sərf olunmalıdır? Baxın, aşağı qıraqda bir tənasib qıraq ki, bax 1 mol azotdan 2 mol NH3 alıram. X-dan da 4 mol. Aha, azotu sərf olunan azot tapmış oluram. X bərabərdir 2-yə. Deməli 2 mol azot sərf olunub. Reaksiyada digər tənasibdə quraq. Məsələn 1 mol azot reaksiyaya girəndə 3 mol hidrogen lazımdır. 2 mol azota da X. Bu da bundan 3 dəfə çox 6. Deməli 6 molda hidrogen sərf olunub. İndi deyir ki, bunları eyni miqdarda götürüblər. Biri tamamilə sərf olunub. Çox götürdüyümüz, daha doğrusu reaksiyaya çox girən maddə daha çox tam sərf olunacaq da. Yəni hidrogenin 1-in 3-ə daxil hidrogen tam sərf olunduğunu fərz edək. Yəni hər ikisindən də 6 molunu da götürmüş olarıq. Axı deyir eyni mol miqdarda götürülüb. 6-6 götürdük. Hidrogen tam sərf olundu. Deməli azotdan artıq qalmış olacaq. İndi deyir ki, ilkin qarışıqda qazların ümumi mol miqdarını tapın. İlkin qarışıqda artıq görürük ki, 12 mol qazımız var imiş. Y bəndi. Gəlirəm 77-yə. 2 qram yodu 60 ml etanolda həll etdikdə neçə qram məhlul alınır? Aha. Deməli, etanolun həcmini verib 60 milli. Bunu mən litrə ehtiyac yoxdur. Özü də ronu da milli ilə verib. Aha, rosunu da yazan 0,8. Buradan düsturumuzu yazaq. M bərabərdir rho v düsturundan götürülən etanolun miqdarını tapırıq. Deməli 0,8-i də 60 milliyə vursaq 48 qram. Demək, həll edicimiz 48-dir, yodumuz 2 qramdır, məhlulumuz olacaq 2 plus 48, 50. Aha. 50 də Y bəndindədir. 78-də deyir ki, P2O5 verib qaynar su ilə reaksiya məhsulu. P2O5 bilik 3 formada reaksiya girir su ilə, daha doğrusu 3 temperaturda. Bunu bax belə yazım, təkrar kimi olsun sizin üçün. 0 dərəcə, 20 dərəcə və 100 dərəcə və yaxud da soyuq yazırlar. Soyuq, ilıq, demək qaynar ya isti, eyni bir şeydir. Aha, birində alırıq metafosfat HPO3, ikincidə alırıq H4, P2, P2O7 pirofosfat turşusu və sonuncuda ortofosfat H3, PO4. Yaxşı. Qaynar su ilə deməli reaksiya məhsulumuz ortofosfat turşusu oldu. Natrium metalı ilə deyir, əmələ gətirdiyi duzun formulunu tapın. Demək, natrium üzərinə gəlsin H3, PO4 bizə nə verəcəkdir? Təbii ki, natrium ortofosfat.
Bu da olacaq Y bəndi. Gələk 79-da görək nə istəyir bizdən. Deməli qarışıq veribdir. CO2 və NH3 ümumi həcmi 89,6-dır. Yəni bu bizdə 4 mol eləyir. 22,4-ə bölüb 4 olduğunu tapmış olur. Qarışığın kütləsini hesablayın. Hı-hı. 4 moldur. Baxın, hərəsindən A mol, A mol. Yəni bərabər molda. 2 yerə bölsək, deməli hərəsinə 2 mol düşür. A-nı 2-yə bərabər etmiş olduq. İndi deyir ki, qarışığın kütləsini hesablayın. 2 vurulsun 44, bu karbon qazının. Üstə gəlsin 2 vurulsun 17, bu da amonyakın. 88 plus 34 verəcək 122. Bu da olur D variantı. Alüminium hansı maddə ilə reaksiyaya daxil olmur? Alüminiumla hidrogen reaksiyaya girmir. Hidrogen həmçinin beri fosforla da, berelyumla da reaksiya və silisiumla reaksiyaya girmir. Sabit həcmli qabda baş verən reaksiyanın sürətini hansı hallarda 8 dəfə artır? Baxaq görək. Bax, deyir ki, azotun qatılığını 8 dəfə artırdıqda. Azota görə reaksiyanın kinetik tənliyini yazaq ümumiyyətlə. V bərabərdir K. Deməli, azotun qatılığı vurulsun. Demək, hidrogenin qatılığı 3 əsasında. İndi deyir, azotun qatılığını 8 dəfə artırıq. Yəni, azotun yerinə V bərabərdir 8 yazırıq. Sürət 8 dəfə artmış olur. Sonra hidrogen qatılığını 2 dəfə artırıq. Deməli, ikincidə də hidrogen yerinə 2 yazaq. Bərabərdir 2. 3 qüvvətində yazmışıq axı. 2 üstü 3. Bu da bizə 8-i verir. Deməli, yenə bu da artır. Hidrogenin qatılığını 8 dəfə artırdıqda. Üçüncünü hesabla. V bərabərdir 8 üstü 3. Bu artıq doğru olmayacaq. 8-i vuraq 8-ə 64. Onda 8-ə vuranda neçə eləyir? Böyük rəqam alınır. Deməli, 1 ilə 2-ni götürürük. Hanı? B bəndi. Baxaq, növbəti sualımızda nədir? 82-də. Deyir ki, mis 2 nitratın parçalama reaksiyasının məhsulları. Yaxşı, mis 2 nitrat, kuprum NO3 2 aldım. Kuprumu üzərinə gəlsin NO2 və oksigen. Mis müsbət 2-dən. Yox, burada dəyişən deməli mis deyil. Deməli, azot müsbət 5-dən müsbət 4-ə keçir. Oksigen mənfi 2-dən 0-a keçir. Elektron keçidini yazım üstündə elə. Deməli, azotda 1 elektron olacaq. 1 elektron. Oksigende isə mənfi 2-dən 0-a 2 elektron. İndeksi də var 4 elektron. Yaxşı, buradan buraya yazaq. Deməli, yazaq ki, minus 2 elektron. İndeksində bəst maddənin indeksini nəzərə alıram. 2, 4. Yerlərini dəyişəndə azotun qarşısına 4 keçir. Oksigenin qarşısına 1 keçmiş olur. Digərlərini də uyğunlaşdıraq. Gətirək bu tərəfdə dozun qarşısına 2 yazaq ki, azotun sayı 4 olsun və sağda da kuprum qarşısına 2 yazaq ki, mislərin sayı bərabərləşsin. Deməli, oksigenlərim nə qədər oldu? 2 dəfə 3, 6, 12. Bu tərəfdə 2, 8 və 2. Deməli, 12, 12 düzdür. Yaxşı, məhsulların deyir, mol sayının zamandan asılı qrafikinə əsasən hansı ifadə doğrudur? Baxaq. Deməli, mol sayı ən çox olan X-dir. Bizdə də NO2 4 molda ən çox olan odur. Deməli, bu NO2-dir. Sonra mol sayı ən az olan oksigendir 1-dir. Deməli, Z-imiz oksigen olacaq. Ortadakı isə mis 2 oksiddir. İndi deyir ki, X qonur rəngli qazdır. NO2 qonur rəngli qazdır. Bu doğrudur. Y duzdur. Xeyr, Y-imiz oksiddir. Z bəsit maddədir. Bəli, görürəm ki, oksigenimiz bəsit maddədir. Doğru olanları seçirik. 1 və 3 Y bəndi. Gələk növbəti sualımıza. Hansı maddələr barium hidroksid məhlulu ilə qarşılıqlı təsirdə olduqda çöküntü əmələ gətirir? Yəni, elə bir deməli, maddə götürməliyik ki, ya OH-dan çöküntü versin, ya da bariumdan. Bariumdan çöküntü verəcəklər. Biz buradan natrium sulfatı götürə bilərik. Çünki burada barium sulfat çöküntü verəcək. Biri götürdük. Sonra ikincidə H xlor götürürəm.
H-xlorun heç biri deməli bariumdan çöküntü xlor, barium xlor çöküntü deyil daha doğrusu. Deməli bu bizə lazım deyil. Sonra natrium karbonat götürürəm. Barium burada natrium hidroksid çöküntü deyil, amma barium karbonatımız çöküntü olacaq. Və kalium nitrat götürürəm. Kalium nitratımız, kalium OH ilə çöküntü vermir. Barium da NO3 ilə çöküntü vermir. Bu da yanlışdır. Deməli 1 ilə 3-ü götürmüş olarıq. Növbəti sualda deyir ki, hansı polimerlər deməli polikondensləşmə reaksiyası ilə alınır? Demək, inant, bunu artıq nəzəri məlumatlar olmalıdır bizdə. İnant polikondensləşmə ilə alınır. Tərkibində 7 karbon saxlayan deməli lifdir. Yazırıq CH2 6 CO və bu tərəfdən də NH. Bax bu deməli suyun ayrılması ilə əmələ gələn liftir, polimerdir və su ayrılırsa orada mütləq polikondensləşmə gedibdir. Bunu götürürük. Xlorpirin kauçuku. Xlorpirin kauçukunu da yazıram C. Demək CH2, CH, CH xlor, CH2. Bax bunun monomeri budur. Deməli polimerləşmə gedəndə 2 qat rabitə keçir ortaya, zəncir açılır. Yəni bizdə burada suyun ayrılması ilə getmir reaksiya. Bunu götürmürük. Polistirol, polistirolda da bax monomerini yazıram. CH, CH2 polimerləşmə zamanı vinil radikalındakı deməli rabitə açılır və polimer əmələ gəlir. Suyun ayrılması yoxdur. Onu göstərmək üçün yazıram. Bir də lafsan. Lafsanda da götürürəm tereftal turşusunu, etilen glikolu. Yəni tereftal turşusunu yazım sizin üçün təkrar olsun. COOH, COOH və etilen glikol CH2, CH2OH. Deməli, uşaqlar bunu götürəndə turşu özündən OH ayırır. Etilen glikol, yəni spirtimiz də H. Yəni burada OH ilə H birləşir, suyun ayrılması ilə gedən polikondensləşmə reaksiyasıdır. 1 və 4-ü götürmüş olacaq. Baxaq görək növbəti sualımızda nə deyir? 4 mol asilenin tam yanmasına neçə mol oksigen sərf olunur? Asileni yandıraq. C2, H2 üzərinə gəlsin oksigen aldım. CO2 və su. 2 karbon getdim bura 2 yazdım. 2 hidrogen heç bir şey yazmıram. Yəni 1 yazıram. Oksigenləri sağda hesablayayım. Deməli 2 dəfə 2 4, bu da 1 5. Deməli 5, burada 2,5 yazsam oksigenin sayı 5 olmuş olacaq. Deməli 1 molun yanmasına 2,5 mol lazımdırsa 4 mola da X. X-imizi tapıram ki 10 mol. Bu da bizim reaksiyamız. 86-da deyir ki, əsas yarım qrup elementidir X. Xarici elektron təbəqəsindəki elektronların sayı deməli 3s2 3p5-dir deyir. X elementin baş oksidinin molekulundakı atomların sayını tapın. Demək, baxın, xarici təbəqədə 7 elektronum var. Deməli, bu 7-ci qrup elementidir. Baş oksidinin formulu. 7-ci qrupun baş oksidi X2O7-dir. İndi atomların sayını da tapmamızı istəyir. 2 plus 7 eləyəcək 9. Qaldı sonuncu suallar. Uyğunluğu müəyyən edin. Hidrogenlə reaksiya məhsulu. Demək, hidrogenlə reaksiya məhsulu etanoldur. Etanolu almaq üçün nəyin reduksiyası? Hidrogen axı reduksiya edicidir. Reduksiya prosesi gedir. Deməli, aldehidlərdən ala bilərəm. Etanola almağa uyğun olan aldehiddə etanol olacaq. 1-ə A gedər.
Sonra propanol 2. Propanol 2 də bax ikili spirtdir. İkili spirtləri almaq üçün biz demək bax bu şəkildə yazın. OH. Biz keton götürməliyik. Buna uyğun da propanol 2-yə uyğun keton da aseton olacaq. 2-yə. Sonra propan. Propanı almışıq doymuş birləşmədə. Deməli, hansısa doymamış birləşməni götürmüşük. Baxaq görək tərkibində 3 karbon olan doymamış karbohidrogenlər hansıdır? Və yaxud da ki, siklik birləşmədə ola bilər. Yəni 3 karbon saxlayan olsun. Bax, propeni götürərəm. C2, H4. Daha doğrusu C3, H deməli 6. Üzərinə gəlsin hidrogen. C3, H8. Bu bizim reaksiyamızın biri. Bir də siklopropanı da götürə bilərəm. Üzərinə gəlsin hidrogen. Alıram C3, H8. Deməli D və Y. Gəldik 88-ə. Alken verir. Molekulundakı sigma rabitələrin ümumi sayı. Alkeni yazıram. CnH2n. Sigma rabitələrin ümumi sayı deyir. Alifatik olanda deməli karbon sayından bir vahid az və atomların sayı. Yəni n-1 üzərinə gəlsin 2n. Bu da bərabərdir ki 11-ə. Nə eləyəcək bizdə? 3n 1 o tərəfə keçir. 3n bərabərdir 12. N də bərabər 3n bərabərdir 12. N də bərabərdir 4. Deməli 4 karbon butendir. Cis trans izomerləri də var. İndi biz buteni nə formada yazaq ki, cis trans izomeri olsun? Bax. C H. Aha, 2 qat rabitəni ortaya salanda, bura bir CH3, bura bir CH3, burada bir CH3. Baxın, bu şəkildə yazsaq, cis trans izomeri olacaq. Yəni, bax, belə yazırıq da, cis forması. H, CH3, CH3. Yerlərini də dəyişəndə, bu da transforması olsun, CH3, CH3, H və H. Gördünüz. Deməli, indi deyir ki, X maddəsini beynəlxalq və səmərəli üsulla adlandırın. Beynəlxalq üsulla adlandırsaq nömrələyək. 1, 2, 3, 4. Deməli, 2 qat rabitə ikinci karbondan başlayır. Deyirik ki, buten 2. Buten 2. Səmərəli üsulla adlandıranda isə etilenin törəməsi kimi baxırıq. Yəni, ortadakı etileni dairəyə alaraq, kənarlarda hansı radikallar qaldısa, kiçikdən böyüyə adlandırırıq. Biz də görürük 2 dənə də metil radikalı qalıb. Ona görə deyirəm ki, simmetrik, dimetil, etilen. Simmetrik, dimetil, etilen. Bu da 88. İndi 89-da nə deyir? 400 qram 10% miski sulfat kupur meso-4-ün, yəni suda məhlun tam elektrolizindən neçə mol mis və neçə qram qaz alınır? Yazaq da bu reaksiyanı. Mis 2 sulfat. Üzərinə gəlsin su. Elektroliz. Burada deməli mis passivdir. Katoda özü gedəcək kuprum. Sonra SO4 hissəsi oksigenli turşu qalığı olduğu üçün elə o bizə oksigen verəcək. Amma sudan gəlir də oksigen. Yəqin ki, o hissələri bilirik. Oksigen nə qaldı? Bax, mis getdi. Oksigen sudan ayrıldı. Yerdə qaldı H2 və SO4. Bunlar da birləşir bizə H2, SO4-ü vermiş olur. İndi əmsallaşdırsam, mis müsbət 2-dən mis 0-a keçibdir. 2 elektron keçidi. 2 elektron. Oksigen 0-dan, daha doğrusu -2-dən oksigen 0-a keçib. -2 elektron vurursun.
Deməli 2. Bunlar da ixtisar gedir. Yəni 1-in 2-yə qalır. Yerlərini dəyişirik. Gətirək misin qarşısına 2, oksigen qarşısına 1 yazaq. Sonra uyğun olaraq düzəldək. Deməli 2 bura. Sulfata da 2 bu zaman yazırıq. Hidrogenlərimiz bura 2 yazsaq düzəlir. Oksigenlərin sayı da 8, 10. 8, 10 düzdür. Reaksiyanı əmsallaşdırdıq. İndi 400 qram 10%li məhlulda görək nə qədər miskil sulfat var. 400-üm 100-dürsə x-im 10-dur. Tapıram ki, bu 400-ün içində deməli 40 qram mis2 sulfat var. İndi deyir neçə mol mis və neçə qram qaz alınır. Baxın indi. Yazıram ki, mis2 sulfat 160 vurulsun 2. Yəni 320 qram mis2 sulfat elektrolizə uğrayanda 128 qram mis alınır və qaz istəyir axı. 1 mol da qaz alınır. İndi tənasübümüzü qururam ki, bəs yaxşı 40 qram elektrolizə uğrasa nə qədər? Birinə x yazım, birinə də y yazım. Demək, bu bundan 4 dəfə azsa, bu da bundan 4 dəfə az alacaq. Misi molla istəyirik. Bir dəqiqə 128 qram yazmayayım. Gəlin bunu mol eləyək. Çünki molla istəyir. Deməli 2 mol yazıram. Yaxşı 320-dən 2, 40-dan x 4 dəfə az. Bu da eləyəcək 4 yox 8 dəfə az. Bu da eləyəcək 0,25. Kalkulatorsuz elədim. Yəqin ki, düz eləmiş olaram. Deməli, digərimizi də, yəni 320-dən neçə qram qaz? Qazı qramla mən yerini dəyişik bilmişəm. Qazı 32 qram almışıq axı oksigeni buradan. Belə yazaq ki, 320-dən 32-dir. 40-dan da y-dir. Bu zaman burada da tapmış oluruq ki, 8 dəfə az olsa 8. 4 daha doğrusu. 4. Deməli, 0,25 mol mis, 4 qram da oksigen alırıq. Gələk, bu da bizim sonuncu sualımız. Nə deyir? X2, YO4. 3-ün kütləsi 40-dır. Y-in mol miqdarı. Aha, bu çox asan məsələdir uşaqlar. X, YO4, 3. Deyir ki, bax, bunun kütləsi 40-dır. Və Y-in buradakı mol miqdarı 0,3-dür. Amma mən görürəm ki, 1 mol maddənin içində 3 atom, yəni 3 mol Y var. Və belə bir tənasüb quraq. 40, 0,3 Y-ə uyğundursa, X-ımda 3 mol Y-ə uyğun olacaq. Bu da X-ım eləyəcək 400. Deməli, bunu bir kənara ataq. Deməli, bizim maddənin emeri 400 imiş. İndi bir dənə də tənasüb quraq. Burada deyir ki, X-in kütləsi 11,2-dir. Baxın indi, 40-ın tərkibində 11,2 qram X varsa, 400-ün tərkibində nə qədər X olur? 2X-dir da, belə indeksi də var axı, onda nəzərə alaq. 2X. Bunu da tapmış oluruq ki, bizdə nə qədər eləyəcək? 56. Aha, X bərabərdir 56. Yaxşı, indi yerinə yazıb hesablasaq, bizdən həm də Y istəyir axı. Bax, 2 vurulsun 56, bu X-in kütləsi. Y bilmirəm nə qədərdir, hələ ki 3Y yazıram plus. Və oksigeni də 3 dəfə 4-üm. Demək, 12. 12-ni də vururam 16-ya. Bərabərdir 400. Buradan Y-ı taparıq. Bir dəqiqə hesablayayım bunu. Y-ı tapıram ki, buradan 32. Deməli, X bərabərdir 56. Y-ımız da bərabərdir 32. Bu da bizim sonuncu tapşırığımız. Belə əziz şagirdlər, əgər izahları bəyənirsinizsə, siz də videoları bəyənin. Növbəti videoları, əgər hansısa bir
sınağın, PDF-in izahını istəyirsinizsə, bunu mütləq şərhdə bildirin. Çalışdığım qədər, bacardığım qədər izah etməyə çalışacağım. Dərslərə qoşulmaq üçün 051 349 20 49 nömrəsinə yazın. Sağ olun.